Salam, hər vaxtınız xeyir, Azərbaycan. Sizi narahat edən 1-ci və 2-ci Qarabağ qazisi Qalib Cəfərov. Son durumlarda xəbərlərdə, digər sosial şəbəkələrdə müharibənin başlaması ilə Ermənistanın Azərbaycan xalqının, Azərbaycan ərazisinə təcavüzü ilə müharibə hazırlığı söhbəti gedir. Yenə deyirəm, mərd oğlanlar, haqqı yeyilənlər, haqqı kəsilənlər, əlilliyi kəsilənlər, haqsız davrananlar bizə qarşı. Eşidin. Vətən bizimdir, onsuz da sizlər bizə zülüm eləməkdən başqa bir işiniz olmuyor. O torpaqlar da bizimdir. Əsl Azərbaycan xalqının, evlatlarınındır. Vətən Azərbaycan sağ olsun kəlməmizdə, dilimizdə var. Sizlər isə hazırlaşın yavaş-yavaş aeroporta bilet almağa, poyuzla, birimiz qadın adı ilə aradan qaçmağa. Amma sonra qayıtmayın bu vətənə, gedin, orası sizin yerinizdir. Azərbaycanda Azərbaycanın mərd oğlanları, mərd xanımlar, Azərbaycan xalqını sevən insanlar yaşamalıdır. Belə də ki, Qarabağ Azərbaycandır, Zəngəzur Azərbaycandır, Yerevan Azərbaycandır. Azərbaycanın təmiz, qanlı, Azərbaycan evlatları. Hazırlaşın, torpaq bizim qalmaq lazımdır.